Qabaq Məcnunun yeri səhra olub, indiki Məcnunlar hamısı çatdadır. İqnor edən Məcnunu Leyla olub, ona görə yazığım bağrı çatdadır. Qabaq Məcnunun yeri səhra olub, indiki Məcnunlar hamısı çatdadır. İqnor edən Məcnunu Leyla olub, ona görə yazığım bağrı çatdadır. Ona görə yazığım bağrı çatdadır. Məcnunun 15 yaşı olmuş tamam, Leylinin də var 13-14 yaşı. Hələ bu tanışlıq çox eləyəcək davam, onsuz da kördü Leylinin qardaşı. Leyli yazıb Məcnuna axşam səhər, yazığa yatmağa da macal verməyib. Güya sevir Məcnunu dünya qədər, amma ki bir dəfə üzün görməyib. İndi tamam başqa cürdü zamanə, çatdadı az yaşlı qızların çoxu. Valideynlər də qalır biganə, deyən yoxdur ay bala get dərs oxuyub. Qabaq Məcnunun yeri səhra olub, indiki Məcnunlar hamısı çatdadır. İqnor edən Məcnunu Leyla olub, ona görə yazığım bağrı çatdadır. Qabaq Məcnunun yeri səhra olub, indiki Məcnunlar hamısı çatdadır. İqnor edən Məcnunu Leyla olub, ona görə yazığım bağrı çatdadır. Ona görə yazığım bağrı çatdadır. Çatların çoxunda İslam otağı var, amma dindən imandan bir əsər yox. Girib həyasızlıq edirlər aşkar, İnsan arsız olar da bu qədər yox. İslam adlanan bu otaqda hər gün padxod üçün məqam güdənlər də var. Hansısa qızla tanış olmaq üçün dindən istifadə edənlər də var. Qız da var ki dindar olduğu halda çirkin əməllərlə ürəklər sıxır. Tanış olur hətta görüşür realda, Məcnunu ilə 50 oyundan çıxır. Qabaq Məcnunun yeri səhra olub, indiki Məcnunlar hamısı çatdadır. İqnor edən Məcnunu Leyla olub, ona görə yazığım bağrı çatdadır. Qabaq Məcnunun yeri səhra olub, indiki Məcnunlar hamısı çatdadır. İqnor edən Məcnunu Leyla olub, ona görə yazığım bağrı çatdadır. Ona görə yazığım bağrı çatdadır. Baxırsan ki 50 yaşlı bir qadın, girib 16 yaşlı qız adıyla, özdə blandinka qoyubdur adın, xəbəri yoxdur yazışır öz övladıyla. Və yaxud da çatda cavan bir zənan, heç kiminlə yazışdığını da bilmir.